Дорогие друзья, мы в Лачине. В гостях у Садаегет Ханум и ее мужа Расим Меллима, ветераны Первой Карабахской войны, сестра ветерана, пропавшего без вести в Первой Карабахской войне, сестра вот этого замечательного Меллима, Исабала Меллима, ветерана Первой Карабахской войны и ветерана Афганистана. Пьем Ленкеран çaydı da yəqin. Ленкеранский çay. Doğrudan Lənkəran Da, çayı. da. Gəlmişlər bura. Azerbaycanski paxlava. Da, Laçında. Eşq olsun. Hamıya qismət olsun. Hamıya Bütün qismət. dostlar, tanışlar hamısı gəlsin bura. Eşq olsun. Onlar Azərbaycanın bütün diyarında bizə qucaq açıblar. Biz onlardan minnətdarıq. Azərbaycanın bütün rayonlarında bizə səmimi münasibətlər göstərilir. İndi biz onları dəvət edirik. Gəlsinlər bizim gözəl Laçınımızda yaşasınlar. Спасибо большое. Xoş Спасибо. günlər görsünlər. Благодаря вашего брата усердием, благодаря вам, вот мы сегодня можем в Лачине сидеть и пить чай. Siz olmasaydınız bizim qazilərimiz, bizim şəhidlərimiz olmasaydı biz nəinki çayı Laçında, biz Laçını bəlkə də televizorda, YouTube'da erməni səhifələrində görərdik. Onlar deyiblər buna Бердзор. Нету никакого Бердзора. Нету. Есть только Лачин в Азербайджане. Bəli. И отсюда будет Джигарис. Зенгезурский коридор. Да. İnşallah. Да. Kalora Скоро Джигарис. Eşq olsun. Laçın cəngavərlər. Laçının gözəl boyu.